Ərəblərdə bir şeir var. Şeirin məğzi, mənası öz əleyhilərinədir. Gecə başlayır, bir nəfər gecənin əvvəlində deyir, kaş gecə qurtulsaydı, qurtarsaydı, səhər açılsaydı. Kaş bu gecə qutaraydı, səhər açılaydı. Hərdən bəlkə biz də demişik ya belə. Bir dənə qutarsaydı bu gecə, səhər açılsaydı. İnsan bu cümləni işlədir, amma xəbəri yoxdur ki, ömrünün əleyhinə dua eləyir. Yəni səhər açıldı, bir gecədə ömründən getdi, ziyan elədin də. İnsanın xəbəri yoxdur. İnsan bir dua eləmir ki, Allah mənə qismət elədi bu gecəni. Durun bir iki rükət namaz qılın, bəlkə dadıma çatdı. Elə hey dua eləyir. Əmir əl-Möminin buyurur, iki şey var, mən ümmət üçün qorxuram. Biri uzun uzadı arzulardı. Bu da arzuların içindən biridir ya. Bir dənə səhər açılsaydı, gedərdim filan yerə. Hələ bir dua elə gör, ömrün qurtulub ya qurtulmayıb. Hələ bir soruş Allahdan gör, ömür ağacında yarpaq qalıb ya qalmayıb. And olsun əsrə ki, insan ziyandadır. Bir nəfərin, deyirlər 36 ya 46 yaşı var idi. Xaçpərəst idi, xaçpərəst. Buna təbliğ elədilər, bu başa düşdü ki, yox, İslam dini lazımdır. Gəldi İslam dininə, həmən gün zöhr namazını qıldı. Zöhr namazını qıldı və öldü. Bu namaz əhli kimi gedəcək dünyadan. Hər şey təmizdir də bunun. Tövbə eləyib, batil dindən haqq dinə gəlib. Biz nədən tövbə eləyib, hara gəlmişik? Biz elə müsəlman doğulmuşuq. Hal-hazırda da müsəlmanıq. Bura qədər seyrimiz də İslamda olub. Amma nədən tövbə eləyib, hara gəlmişik? Görəsən tövbə eləmişik, bu sualları görək insan özünə verə də. Mən, hamısımız özümüzə verək ki, mən tövbə eləmişəm, görəsən. Əgər tövbə eləmişəm, nədən? Biri deyir, mən siqaretdən tövbə eləmişəm, amma zina eləyir. Qəribədir ya. Mən siqaretə tövbə eləmişəm, amma zina eləyir. Biri xaladenikdən su içməyə tövbə eləyir, amma qeybət eləyir hər gün. Çox qəribədir. Deyirlər 5-6 nəfər oturmuşdu bir məclisdə. Bir nəfər də ayaqlarını uzatmışdı. Bir nəfər də ədəb-ərkanla oturub, amma qeybət eləyir. Qeybət eləyən adam qeybəti saxlayır, o ayağını uzadana deyir ki, ədəbsiz olma, ayaqlarını yığ. Ayağı uzatmaq, yığmaq problemi yoxdur, qıçı ağrıyır, ayağını uzadıb. Birdən ayağını uzatsa cəhənnəmə getməz, amma qeybət adamı cəhənnəmə aparar. Özü haram eləyir, müstəhəbbidən kimisə çəkindirir. Görürsən, biz nə qədər bu haqda düşünmüşük. Onu deyirdim, biz nədən tövbə eləmişik, hara gəlmişik. Biz bu haqda görək düşünək. Gəlib oturmuşuq mömin məclisində, toyuğu soruşuruq. Bu toyuq haranındır? Restoranda gedib oturur, heç toyuğu soruşmur haranındır. Çox qəribədir bizim işimiz. O biri dedi ki, bir nəfər Hindistanda, getdim Hindistana, gördüm bütün qabağında əyilib, taxta parçasını mən daşın qabağında əyilib. İndi o danışır bir nəfərə Azərbaycanda, deyir, müşrik idi o. Deyir, qayıtdı ki, səndən müşriki var. Sən ondan bətər müşriksən. Müşrik elə belə olur da, necə olur ki biz? Ona 25 dəqiqə qalıb evdədir. Namazın vaxtıdır, deyir, qılaram da, evdəyəm də. İndi gəlir toya, deyir, namazın vaxtıdır, tez olun da, namaz qılmırsınız siz. Bəllidir ki, bunun burada qıldığı namaz riya edir. Riya şirkdir. Riya eləyən pəs müşrikdir də. Bundan bətər şirki var. Mən heç fikir verməmişəm. Riya şirk imiş. Biri gedir dağa, çıxır dağa. Namaz qılır. Balaca bir dənə otaq düzəldir özü üçün. Hava da sərin olur, dağda sərin olur da hava. Bir dənə balaca otaq düzəldir, otaqda başlayır namaz qılmağa. Allahu Ekber, Bismillahirrahmanirrahim, qapının cırıltısı gəlir. Qapı cırıldayır, değişir. Birinci başlanır, Bismillahirrahmanirrahim, elə necə gəldi? Qapının cırıltısı gəlir, deməli kimsə girdi də içəri. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Elə bir mənəviyyatla namaz qılır, qutarır. Məsələn, bir yarım saat çəkir namaz. Elə namaz qılan kimi ürəyi partlayır axı. Müşrikdir, gərək dala baxa Allahın tapa. Fırlanır, belə görür bir itdir, soyuqdan qaçıb
girib içəri otağın içinə. Yığışdırır şələkürəsin, qayıdır cəmaatın içinə. Deyirlər, nə oldu, getmişdin dağa? Dedi, burada yenə insanı Allah qərar verirəm. Mən bədbəxt getdim dağa, iti Allah qərar verdi. Burada yenə oradan yaxşıyam da, adama Allah deyirəm. Oradakı iti Allah deyir. İnsanın xəbəri olmur, harda günah eləyir, necə günah eləyir. Görsən, yatdı qaldı sübh namazına, durub fikirləşir. Mən necə oldu sübh namazına dura bilmədim? Hə, xırdalayır. Gəlir bir yerdə naməhrəmə baxıb, sürətlə keçir üstündən. Niyə sürətlə keçirsən üstündən? 3 yerdə sədəqə verib, dayanır üstündə. Dayanır sədəqənin üstündə. İndi Allaha təlqin eləyir. Bəs mən 3 yerdə sədəqə verdim axı. Möhsən məni durğuzmudun sübh namazına. Amma naməhrəmə çatanda ki, baxıb, tez keçir üstündən. Bir dəfə, bir niyyət elədim bir nəfər, belə deyir, niyyət elədim bir nəfər deyir, 40 gün İmam Zaman ağanın mövlud günü daxil olmaqla 40 gün çillə saxlayacağam. Təmizləyəcəm içimi. Ağanın mövlud günü Nimə-i Şaban, 40-cı gün tamam olacaq o gün. Hadi gör neyinə dedir iblis. Mən başlamamışdan bir gün qabaq mənə dedi başla. Təsəvvür edirsən? Mən onda bilmədim ha, o dedi mənə başla. Sonda bildim. O gün ki başlayacaqdım 40 gün tamam olsun, bir gün qabaq mənə dedi, sən bu gün başla, niyə sabah başlayırsan? Bugündən başla. Dedim, əcəb deyəlim, nə ola bir gün tez başlayaram. Bir gün tez başladım. Şəb-i Nimə-i Şaban, mövlud axşamı, İmam Zaman ağa mövlud axşamı. Bir dənə tələ vurdu mənə. Demə 39 gün deyil. Mənə xoş rəftar edir, elə bilirəm sındırmışam. Bir dənə tələ vurdu mənə. O tələ deyir, o tələ 15 il üstündən keçib hələ o tələdən qurtulmamışam. 15 ildir. Təsəvvür edirsən, 39 gün buraxdı. Mövlud axşamının tələsinə saldı məni. Hansı ki o gecə əhya axşamı idi. Mən nələr eləməliydim və nə elədim. Nələr eləməliydim, nə elədim. 15 ildir deyir o tələdən, hələ çıxa bilməmişəm. Biz iblisə çox sadə baxırıq. Niyə sadə baxırıq? Bir tərəfdən düz eləyirik. Amma o düzü səhv edirik. Çünki çöykənirik qıldığımız namazlara, tutduğumuz oruclara, verdiyimiz sədəqələrə, verdiyimiz ehsanlara, getdiyimiz həccə, Kərbəla, Məşədə və s. Söykənirik bunlara ki, namazım var da, mənə iblis heç nə eləyə bilməz. Amma əslində, bu düzü səhv edirik. İnsan namazına güvənsə heç nə, orucuna, xumsuna, zəkatına və s. güvənsə heç nə, həcc, Kərbəla, Məşhədinə güvənsə heç nə əldə edilməyəcək. Xudavənd Mütəal buyurur ki, neçə şeydə gizlətmişəm. Mən gizlətmişəm hansı günaha görə insanı cəhənnəmə apararam. Bunu insana bildirmərəm. Və hansı savaba görə behişdə apararam, hansı əmələ görə behişdə apararam, onu da onun içində gizlətmişəm. Xudavənd Mütəal inşallah o şeylər ki, o şeylərin içində gizlənib, Xudavənd Mütəal bizləri o gizli şeylərə alim eləsin inşallah. Biri çox gözəl bir söz deyirdi, sözü çəkir, mən neyim? Bunu da deyim, da eybi yox. Çox ölümdən danışırdı, şəhid olmaqdan danışırdı Qarabağda. Dedim ki, sən niyə belə çox şəhid olmaqdan danışırsan? Daha yaxşı olar ki, insan ölməsin, sağ qalsın, vətənin qələbəsini görsün. Bu daha yaxşıdır. Dedi, yox, mən o niyyətdə dördüm. Mən bu niyyətdə idim ki, mən ölərəm, məni bastırarlar, vətənimin torpağı çoxalar. Səni bastırmaq üçün içərdən torpağı çıxartıb bayrağı atacaqlar. Bayrağı ki, atdılar içərdən, səni qoydular, vətənin torpağı çoxalır. Mən fikirləşdim ki, qoy mən ölüm, məni bastırsınlar, vətənimin torpağı çoxalsın.